Selamünaleyküm. Akşamınız xeyir olsun qardaş. Məndə bundan əvvəl N3 olubdu, N03. Bu isə N11 qaz pistonu olan tirdir bu. Bu çox dözümlü tirdir. İndi bəzi qardaşlardan mən araşdırmışam, eləmişəm. Soruşanda ki, bunun üstünə durbin dözür deyəndə ikinci tökürdü. Çox adamlar deyir tökür. Bu özdə qaz pistonudur, bax görürsən. Qaz pistonudur. Durbin tökür, hər durbini almıyor. Nə bilim 250 manata, 300 manata durbinlər dözür. Qardaş inanmayın, boş şeylər danışır. O tüfəngin təzyiqinə görədir. Burjünlərdə, yəni yay sistemlərində sirkələnmə yaya görə çox olduğuna görə sıfırlanmasını pozur, düzdür. Bir də bu ayaqlar var, ha burada. Tamba bu adi sadə ayaqlıqdır, sadə ayaqlıqdır. Bu ayaqlıqlar hadisə mən bu ilə bir iki başqa güllə atmışam. Nə pozulmur, nə eləmir. Nə sıfırlanması pozulmur. Hər dəfə də mən bunu ilə 70-80 metrdən vururam. Bir də bu durbin Comet 3940'dır. Işıklanması var, LED'i var. Ondan sonra yaxınlaşdırıb torağayınıza da götürür, eləyir. Sadəcə buna bir şey əlavə edin, deyəcəm indi. Deməli qardaşlar, buna bir şey əlavə edin. Bax bu dəmir var. Bunu mən belə ramada kəsdirmişəm, asobu. Kəsdirib salmışam bura, öz yerində də görürsən. Bax, bax, bax. Çünki bu sirkələmədən durbin nə qədər sıxısında sürüşüb arxaya gedir. Bax, bunun sayəsində arxaya getmir. Bu beləcə bir ağ demir var, ha, burada. Bax, bu dəmir var, bu dəmirə görə getmir, saxlayır. Mükəmməl, heç tepməsi zadı da yoxdur. Durbində məsləhət görərdim 3940 Comet. Bu durbindən alın. Yəni bu N11 güclüdür, qaz pistonuna görə, yaylı sistemlərdən güclüdür. Bu qapaqlarıdır. Bunda böyle göstərim sizə mən. Bunda bir şey var. Mən hardasa deyin görüm. Böyle göstərə biləcəm. Bunda ışıq da var. Işıq. Işığı. Zapaz tutarıqdır. Nədir? Burada zapaz tutarıqdır. Burada zapaz olur. Burada. Böyle deysən yanır, qaralır. Neyse bu zapazı tutarıqdır. Böyle kırmızı olurdu. Burada zapaz istiyor. Burada zapaz oluyor. Açırsan. Neyse. Tüfəng. Bax. Bu da bunun bilmem, görünebiləcək. Bilinməyəcək. Böyle bir şeydir bunun içi. Görünür de böyle. Yani karaçü dediğim odur ki sadece bu mekanizmi düzəltdirin. Tüfənginizə bunu düzəltdirin, bu demiri. Başqa işlə adi üstünə gələn ayaqlıqlardır. Heç iki tökmür. Dözümlüdür. Tüfəng də güclü tüfəngdir. Dipçili ayarı qəşəngdir. Yanaqlığına görə nişan almalı. Özü də belədir. Bu bağ olmur. Bunu özüm düzəltmişəm. Asobu. Tam da tüfəngin remenindən düzəltmişəm. Qəşəngdə udoblu belini almaq olur. Mən dediyim odur ki, gözəl tirdir. Sadəcə buna da hər qırma ilə atmayın. Buna 1 qramlıq qırma gedir. 1 qramlıq qırma ilə təmiz hədəf almaq olur. Qırmanı göstərəcəm seni bir dəqiqə. Bax, bu adi bildiyimiz İran bijasıdır. İran qırmasıdır. Bildiğimiz sade pırasayı qırma. Bu qırmalardan almayın. Bu tüfəng üçün deyil. Bu qırmalar
N03, M1 ondan ötəridir. 15-20 metrdən sonra düz getmir. Bunun qırması budur, Spotcon. Bax, göstərərəm sizə, baxın. Bax. Üstündə 1 qramlıq, 1,1, 16,97 qram. Bax, bunun qırması budur. Bax, buna bu qırmadan. Tüfəng çox güclüdür, düz getsin deyə. Hədəfə düz çatsın deyə. Bax, bu qırmadan. Görürsən, bundan alın. N12 doludur bunun. Avtomat qırması kimi. Sadəcə bir şey eləyək də, belə qoyaq. Bunu da qoyaq bölünə. Bunu da qoyaq bölünə. Fərqi görürsən. Fərqi görürsünüz. Baba. Belə mən yeniyim. Fərqi görürsən. Bundan böyükdür, həm enlidir. O plastik qırma üçün deyil bu. Yəni N11'ə bu adi sadə qırmadan almayın. Bunu bağlayın, qoyun. Mən bunu göstərirəm. N11'ə bu qırmadan. Bu qırmadan, bu N11'ə. Spotcon. Bu da başqasıdır. Sadəcə bundan. Tüfəng də belədir. Gördüğünüz kimi en güclü tirlərdən biridir. Tirlərin şahı deyirlər də bu. Bu çox güclüdür. Mod 125 Vortex Sniper kimi bir şeydir. Ses boğucusu. Belə. Həm də heç nə tehməz. Yani bu yaylı sistemlərə baxaraq bunda tehmə azdır, sirkələnmə. Yaylı sistemlərdə daha çoxdur bu gün. Qaz pistolunda bununla da mən dovşan vurmuşam, göyərçin vurmuşam, alabaxta deyək, ondan vurmuşam. Düzü türkisat ov eləməmişəm, bunu bu qırma ilə vursam ölər. Belə, özü də bayağı ağırdır qədər, əməli başda ağırlığı var. Yəni bu tüfəngdən anlayışı olan kimi, insan kimi söyləyirəm ki, bu havalı namludan kırma tüfənglərə, yaylı sistemlərə, bir də qaz pistonu N11 sistemlərə Comet, bax, 3940 bu dürbinlərdən alın. Bunlar çox gözəl dürbindir, qəşəng dürbindir, dözümlüdür. Bu kadar kardeşim. Canınız xeyrə qalsın. Ben bunu elə bil ki, mən sizə deyim də, mən bunu özünü almışam. Təmiz 350 manat vermişəm bu tüfəngə durbinsiz. Durbini almışam 100 manata. 100 manat da bu durbin. Həmin bu qırmada təmiz bundan. Bunların da paçkası 10 manatdır. Bax bunların. 1 gramlıq 2 dolu böyük qırmalardır. Bu tülkünü də öldürər, çaqqalı da öldürər. 2 dolu təmiz qırmadır, ağırdır, 1 qram .1'dir. Bundan məsləhət görərdim, bu qədər. Sağ olun. Özünüzə yaxşı baxın qardaşlar, sağ olun.